Aleyküm, əziz izləyicilər, gözəl insanlar. Peugeot 406 modeli B. 3 ildir maşın yatırdı. 3 ildir yatırdı. Sahibi, yəni belə deyək də, artıq maşından ümidini üzmüşdür. Səbəb də odur ki, deyir, ustalara çoxsuna göstərdim. Biri deyib ki, motorun birinci klapanı yanıb, ona görə işə düşmür. Biri deyib beyni yanıb, biri deyib elektronik problemdir. Yəni, hər bir şey deyəndən sonra çalışıblar, düzəldə bilməyiblər. Qardaşımız bizi TikTok'da gördü. Gördü ki, yəni Allahın köməkliyindən biz dərdi tapılmayan, belə deyək, az sayda ustalar tərəfindən tapılan maşınları düzəldirik. Elə qərarı aldı ki, bizim yanımıza göndərsin. Göndərdi maşını bizim yanımıza evakuatorla. Bizə problemini Allahın köməkliyindən 2 gün üstündə işləyəndən sonra tapdıq, aradan qaldırdıq. İndi maşın işə düşür. O videonu da sizə təqdim edəcəm. İnşallah ardına da baxarsınız videonu, görəsiniz orada. İndi izləyicilərə maraqlı olacaq ki, nədəndir o problem? Yəni o problemi əslində demək, işin sirrini atmaqdır. O bizə aid olan bir şeydir. Amma bir dənə onu deyə bilərəm ki, çox da elə böyük bir şey deyil idi. Yəni çox da elə böyük bir şey deyil idi. Prosta işini bilən sənətkar tərəfindən yəni həlli tapılası bir problemdir. Bu video ardında izləyin, görəsiniz inşallah. Prosesləri, maşını toplanmağa zəli, başımıza gələn bəzi şeylər orada. İnşallah görəsiniz, maraqlı videoda baxarsınız. Bismillah. Tamam. Yanlar deka kalma.